Ən birinci mənfi tərəfini sizə deyim. Mən birinci. Bu belədirsə artıq heç bu videoya baxmağa dəyməz. Birinci mənfi cəhəti budur. Qalan tərəfi isə qoy yiyəsi danışsın. Xoş gördük. Biz əksinə qalanda bu maşının mənfi tərəflərini götürürük ki, bunu soruşanlar mütləq yanında RAV4, CR-V, hansısa BYD, yoxsa Q7 soruşurlar. hardasa razılaşırıq. Niyə almısan bu maşını? Q-yə getmişəm. Ona görə Q-yan almışım. Qiymətinə görə bugünkü bazarda bundan ideal maşın yoxdur. Yəni indi mən bunu Mercedes-lə müqayisə eləmirəm ha, aydın məsələdir, müqayisə olunmaz. Amma demək istəyirəm ki, Əlövsət ustanın da bundan qabaqki maşını Mercedes idi. İndi də özünə şir qismət olur. Valla bu şir deyil, qurbanımsa bunu. Şirəmmişə şirdi, mənim qardaşım. Şir Range Rover'dir. Təkər şirdir də. Hə? Təkər şirdir. Tapacaq da bir şey fikri, Azərbaycan variantı bir şey fikri. Sən lap şeyə döndüysən məsələn, o bir dənə Türk komiki var, aktör, stand-upçı. Cem Yılmaz deyir, CIA peşimde. seni izliyorlar. Excalibur 17 seni arıyor. Adam kim ben? Sen kim ben kim? Oyuncaqdır, planşetə 4 dənə təkər qoyublar. Ben benzinle söktüğüme bak yadımdan çıxdı. Açarımın batareykası xarab oldu ve akantun yoxdur. Aha, Sen ne olursan, qalırsan yolda. qalarsan küçənin ortasında. Çünki Yəni bizdən məsəl üçün ənənəvi maşınlarda açarı taxdın, vurdun, bəli, yoxdur. bunda yoxdur. Yoxdur. Bunda niyə yoxdur ki? Tutanmıram məntiqi. Bilsəm, bilsəm, Çin maşınları sürənlərdən nə istəyirsən? Satıram. Ya bunu sataq sənin üçün. Sataq nə var? RAV4 alım. Bu masaj xoşuma gəldi. Masaj qəşəng şeydir, rahat bir şeydir. Əla masaj. Hiss edirsən mənə masaj edirlər. Əşi qırıldı. Ha, Çin maşınıdan nə istəyirsən? Beləliklə, bizim izləyicilərin, dinləyicilərin çoxsaylı istəyini nəzərə alıb, nəhayət ki, həmin bu Changan Yuan 07 modelini çəkmək qərarına gəldik. Hər şey o baxımdan aydındır ki, 1.5 mühərrik və bildiyimiz bu avtomobil, bu mühərrikxana tipik Çin üslubunda, amma fulundur və görək Əlövsət usta bu maşını niyə alıb? Ən birinci mənfi tərəfini sizə deyim, ən birinci. Bunun üstünü ki, belə bağlayırlar, belə əməlli başlıda, izolyasiya ediblər də oradadır. Bu əslində ziyandır. Mühərrikxana üçün yayda deyirlər ki, üstünü aç. Məsələn, bizim Çin maşınını, hətta servis özü dedi ki, düzdür, Çinlilər qoyub qoymağına, amma üstünü açıq qoyun. Çünki mühərrikxana nəfəs ala bilmir və yayda çox zərərlidir o içindəki bütün o naqillər və s. yəni istiliyə həssas detallar üçün. Birinci mənfi cəhəti budur, qalan tərəfi isə qoy yiyəsi danışsın. Salam. Xoş gördük. Sağ olun. Yaxşı, Əlövsət müəllim. Xeyirli olsun. Sağ olun, çox sağ olun. Haradasa bu avtomobili 9 ay bundan qabaq Çindən əldə eləmişəm, yəni özüm yetişdirmişəm. 9 ay idarə edirəm, hələ ki belə bir narazılığım yoxdur. Hələ ki Normal qaydadadır, normal işləyir. Mütəmadi olaraq baxış deyəndə ilk yağ dəyişməsini eləmişəm 3500-də. Daha doğrusu 3500 yürüyüşün gərək benzinlə sürülsün o yürüyüş. Ondan sonra yəni dəyişmişəm. Ona çatmışam da. Ona çatmışam. 3500 benzinlə sürmüşəm deyə ilk yağ dəyişməsini elədim.
Və belə hələ ki normal qaydasında problemsiz idarə edirəm. Mən bunu soruşanlar mütləq yanında RAV4, CR-V, hansısa BYD yoxsa Q7 soruşurlar. Yəni bu seçimlərin içindədir. Onlar bunların rəqibləri sayılır. Əksinə qalanda Raqif bəy, bu subyektiv fikirdir. Yəni mənim xoşuma gələn bu model idi deyə. Yəni siz saydıqlarınız modellərin içində mən ürəyimə yatan bu idi deyə bunu almışam. Hə, o sözsüz idi. Yəni Biz elə onu dəqiqləşdirmək istəyirik, amma bundan öncəki iki çəkilişlərdə Raş texniki danışdı, ondan sonra xanım texniki yəni o qədər də aydın məsələdir. Yəni xanım nəyə görə alıb onu dedi. Və indi Əlövsət usta biraz da bizə texniki danışar. Biz çalışacağıq izahını verək, amma yenə də oturaq avtomobilə. Ümumi məsələ aydındır ki, ailə maşını, genişlik və s. budur. Amma indi Çinlilər artıq bunu ləğv ediblər, onu da deyim. Artıq ləğv ediblər. Bunu ləğv ediblər. Yəni artıq ilk mənfi kimi özlərinin qəbul edib ləğv elədiklərindən biri budur. Mühərrikxananı dedim, qalanı da oturaq içəridə və göstərək ki, nə var, nə yox. Birinci mən bir dənə güzgüdə özümə baxmaq istəyirəm. Bunun üçün oradan gir, onu seç, aç, sonra güzgünü indir filan. Yəni maşında hər şey planşetdədir. Maşında 99,9% hər şey planşetdədir. Əslində qalanda bu kim üçünsə rahatçılıqdır. Şəxsən mənim üçün rahatçılıq deyil. Yox, ümumiyyətlə bu həm də təhlükəsizlik qaydalarına görə də düzgün deyil. Belə olmalı deyil. Ya əslində qalanda sabah monitora bir şey oldu, sən artıq elə bir ki, əlsiz ayaqsızsan. Avtomobildə bəli, monitora nəsə oldusa, bu avtomobil artıq olur müqəvva. Ona görə yazırlar ki, bu şeydir, oyuncaqdır, planşetə 4 dənə təkər qoyublar. Nə bilim, Çinin iqruşkasıdır və s. deyirlər. Hardasa razılaşıram. Hardasa razılaşıram, çünki yenə deyirəm, məsələn, bu monitoru mən sonradan özüm üçün qoymuşam. Onu özün qoymuşsan? Bəli. Bunun hədafı yoxdur ki? Bunun hədafı var. Sadəcə olaraq mən hədafdan istifadə eləməyi sevmirəm, xoşlamıram hədaf. Bunu niyə almısan bu maşını? Niyə almışam? Bax, qəşəng sualdır, hamı mənə deyir ki, niyə almısan? Tam səmimi deyim. Elə onu istəyirəm də dedə. Küyə getmişəm. Bu ən səmimi cavabdır ya. Ümumiyyətlə bu maşınlar haqqında ən səmimi danışan Əlövsət ustadır ki, doğrudan da. Yəni bu maşınların alanların bir çox hissəsi küyə gedib alıb. Yəni bu səmimi bunu demək lazımdır. Ona görə küyan almışıq. Küyə getmək nədən belə deyək də bunu da. Yəni qiymətinə görə bugünkü bazarda bundan ideal maşın yoxdur. Hə, qiymət məsələsi sən neçə oturdu bu Əlövsət usta? Bu avtomobil, mən bu avtomobili özüm gətirdim, Raqif, özüm. Yəni bu avtomobil gəldi mənə, həm də şərtlər, bu avtomobil alında sənə danışmışdım ki, şərtlər o qədər münasib oldu ki mənə. Yəni bu mənim üçün ən ideal variant oldu deyə bu avtomobil gəldi, aldı. Həm güzəştlər var idi həmin vaxtda. Həm güzəştlər var idi. Ondan əlavə Çində də sağ olsun, buradan da onlara təşəkkürümü bildirəm. Mənim dostlarım var ki, hansı ki, çox münasib şərtlərlə bu avtomobili göndərdilər mənə. Yəni hissəli ödəmək məsələsi var idi. Onlar hamısını təşkil elədilər. Amma ümumi götürükdə bu avtomobil hardasa gəldi Bakıya 23.423.500 dollara belə. Əladır da əslində 40.000 manat ətrafında. 40.000 manat ətrafında. Belə bir avtomobil almısan. Hə, yəni o baxımdan əladır. Amma sən özün də indi bax bunu deyirik. Sonra biz şərhlərə baxıram və sonra növbəti çəkilişdə çalışıram ki, onun da cavabını vermiş olum. Yəni indi mən bunu Mercedeslə müqayisə eləmirəm, aydın məsələdir, müqayisə olunmaz. Amma demək istəyirəm ki, Əlövsət ustanın da bundan qabaqki maşını Mercedes idi. Yəni xanımda dedilər ki, bu belədirsə artıq heç bu videoya baxmağa dəyməz. Deyirəm ki, yox, məsələ o deyil. Məsələ odur ki, Əlövsət usta bundan qabaq nə sürürdüsə? Mercedes 211-də. 212. 212. W212 sürmüşəm. Ayəs o. Və Mercedesin içində olmuşam. Sən bilirsən ki, mən həmişə Almaniyadan da maşın gətirmişəm. Və məsələ bilirsən nədir, Raqif? Burada hər şey tələb təklif məsələsidir ilk növbədə. İkinci növbədə də yəni eksteryer baxımından və avtomobilin süspansiyon məsələlərinə görə bu deyək ki, 212-dən mənim üçün qat-qat yüksək avtomobildir. Çünki bu avtomobildə belə deyək də sehirli xalça funksiyası var. O sehirli xalça funksiyası ilə bu avtomobillərin bir çox modeli var da. Honor var, Honor Max var. Bu məsəl şey var, nə deyim, 6-ya yaxın model var. Bu ən full komplektasiyadır. Yəni bundan oyunda full komplektasiya yoxdur. Bu flagship plusdur. Var bunun flagshipi. Yəni flagshipdə bu monitor olmur.
Aha. olmur, bu monitor olmur və bu flagship plus olduğuna görə bu ən fullu sayılır. Bunda amortizatorlar elektron amortizator, sırf yox, yarı elektron amortizatorlardır. Ona görə də bu avtomobillərdə bu suspansiyon məsələsi, yəni amortizasiya məsələsi Yəni daha yumşaq. həddindən artıq yumşaq maşın. Onsuz da təkərdən birində artıq. Michelin Zaten təkərdən hər Michelin kompüterdə verdi. olmur, Bəli. amma sən hesab həmin Michelin axtarmalı olsan, hazırla da, yəni hər biri hardasa bir 700 manat civarında, yəni bir 2500 manat hazırla. Ya Allah eləməsin ki, cırılsın. Mən inanmıram. Cırılmasın, vaxtı gələcəkdə onun. Lap onun vaxtı gəlsə də, yəni mən ona Michelin alıb qoyası olmur. Onda bu nə almısan? Nə Hələ bunlar çıxanda zavodlar elektromobil təkərləri üzərində ixtisaslaşmamışdılar da hələ, çox yeni idi. Bir çox maşınlar EV təkər verirdilər, amma EV vermirdilər. Yəni üzərində xüsusi EV qeydi yox idi. Bugün artıq radiusda onun hətta EV-si də var. O biraz da bahadır və onun yuvarlanma müqaviməti daha yüksək idi və tam bununkidir də yəni. Qismət olmasın da hələ ki. Olmasın olmağına, amma yəni əgər bunu o deyir, özün həmişə deyirsən ki, şiri saxlayan yeməyin verməlidir, nə bilim nə, həmişə Mən o deyirsən. söz deməmişəm, o ümumi sözdür. İndi də özünə şir qismət olur. Valla bu şir deyil, qurbanımsa bu şir Range Rover'dir. Təkər şirdir də. Hə? Təkər şirdir. Tapacaq da bir şey fikir, Azərbaycan variantı bir şey fikir. Hə, bu məsələ odur. Amma dedim belə, hə, oturmusan salona, məsələn, o genişliyi falan baxımından razıyam. Ailə maşını kimi razısan ki, əsas səni o yəni qərarı artıran elementlərdəndir. Hə, mən də oturmuşam kifayət qədər rahat. Özdə həm də SUV-yə keçmisən. Bəli. Daha hündür maşın, daha nə bilim təhlükəsizlik baxımından üstün sayılır. Amma yenə də deyirəm, bütün bu konservativ sürücülər, ənənəvi avtomobilləri sevən sürücülər deyirlər ki, və son vaxtlar biz Çin maşınlarını çəkdiyimizə görə elə bilirlər ki, mən də Çin maşını almağa meylənmişəm, başlayırlar yazmağa ki, hə, Raqif Çin. Yox, sadəcə bizdən bunları çox soruşurlar deyə çəkirəm. Yəni mən də istəyirəm ki, sizin kimi bu kişi bunu niyə alıb soruşuram, o biri niyə alıb soruşuram. O da deyir, qoy o birislər də baxsın. Məndən istəyirlər, məndən istəyirlər. Bəli, məndən tələb eləyirlər. Hə, amma burada indi o detallarından çox danışmıram ki, nə bilim bunun oturacağı aydındır, yəqin ki açılır, ayağı qaldır, uzan, kinoya bax və s. Düymə var, düyməni basan kimi bu şey rejimdə, yataq rejimdə. Ayəs olar. Bunu məsələn biz Depalda da eyni şəkildə çəkdik. Bunları bildik. Amma sən bu monitorda nədən istifadə edirsən? Nədir bu? Birinci Azərbaycan dilinə uyğundurmu? Xeyr, bu Azərbaycan dili deyil. Məndə bu dəqiqə faktiki olaraq Çin dili idi ilk öncə. Mən bunu çevirmişəm, eləmişəm ingilis dilinə. Yəni öz proqram vasitəsilə çevrilir olur ingilis dilinə. Avtomobildə bu monitor bildiyimiz, belə deyək, telefondur. Yəni, bildiyimiz telefonda sadəcə avtomobil funksiyaları hamısı əlavə olunub bura. Yəni, nə istəyirsənsə, burada məndə belə deyək də, o proyektoru nə qədər var, Flagship Plus-larda proyektoru qədər var. Məsələn, bağ yerin olsa, bir böyük yerdə proyektoru qoyub, hansı bir kinoya baxa bilərsən. Faradan divara Hə, faradan divara baxa bilərsən kinoya və ya bir sıra funksiyalar var. Nə işıqların oynamağıdır, nə çöl işıqlarının cürəbəcür diskoteka olmağıdır. Hətta içəridən mikrofonla burada bir gözəl funksiya var idi, indi onu düz yığışdırıblar. Yeni versiya gələndə burada elə bir hər dəfə yenilənir də. Məsəl üçün deyək ki, bu dəqiqə sistem 1.5.0-dır da. Sən update edirsən onu. Update edirəm, internetə qoşuram. Necə telefon update olunmur, eynən maşın da update olunur. Amma bəzən deyirlər ki, hansısa müəyyən update eləməsən, maşın bir çox funksiyaları artıq dayanır. Elə funksiyalar var. Misal üçün, bax, köhnə 1.4.0, 1.4.1 versiyasında, burada bax, bu düyməni basanda, danışanda çölə səs verirdi. Olmaz. Olub, elə güclü səs deyildi əslində qalanda, normal səs idi. O bilirsən nədən ötürü yaxşı idi? Misal üçün, axı, sən bu, belə deyək də, tok rejimdə bunu sürəndə mühərrikin səsi gəlmir. Sən yolla gedirsən deyə, hər hansı bir özün bip edir. Hər hansı bir məhəlləçi yolda bir dənə qabaq adam durub yolla gedir. Sən ona qaz verə bilmirsən, siqnal verməyə adam istəmir. Yəni, ar eləyir ki, ayıb da siqnal gedir. Basasan siqnala, qadın xeylalıya, qocanlar bir kişi olsun. Mikrofon vurur, nə deyəcəksən? Mikrofon vurursan, deyəcəksən ki, bir dənə yol ver, üzr istəyirəm. Yavaş səslə şey eləyirdi. Yəni, çox möhkəm dörd onun səsi. Yox, əslində olmaz yəni. Elə bilirəm, o funksiya, misal üçün, artıq o funksiya yığışdırıldı. İndi gələk onu təzdən akaunt açılsın, nə bilim, nə, ki, o funksiya təzdən qayıtsın yerinə. Çünki Huawei kart sisteminə qayıtdı o. Amma bir sıra, məsələn, mən də səninlə razıyam ki, bütün avtomobildə funksiyaları bir planşetə yığmaq bu düzgün deyil. Amma çox təhlükəlidir. Təhlükəlidir, bir, problemdir, iki. Amma burada bir misal var da, əgər bunu yığmasa bir funksiyanın içinə,
Bunun maliyyəsi çox baha olar. Təbii, amma indi Problem sən mən avtomobil sürürəm, məsəl üçün kondisioner qoşuram, bir dənə belə deyirəm, sürürəm də, yəni Mən də bir dənə də buradan belə edirəm. Amma sən istərsən məsələn başın yoldan ayrılır, dönür monitora. Yəni Orada onun dərəcə falan da yeri gəlmişəm məsələn BMW falan da Q-yə getdi bir ara elədilər bunu yeni modellərdə. Sonra qaytardılar, Avropa təhlükəsizliyi buna icazə vermədi ki, bunlar ən azı müəyyən fiziki düymələr var, əsas fiziki düymələr. Onlar orada olmalıdır. Çanqanda fiziki düymələr bir neçə dənədir. Yəni fiziki olaraq bu şeydir. Dönmə Yox, dönmə deyil. Sürətlər qutusudur. Pillələri dəyişir. Pillələri. Amerika variantı kimi. Amerika variantı. Niyə şeydə də W212-də də eyni qayda idi. Yəni bu cür. Mən Amerika maşınlarında görmüşəm onları. Yox, yəni çox maşınlar, bir sürü avtomobillərdə, bir də yeni nəsillərdə bu cürdür. Skorslar burdadır. Ha, adam var məsələn onu öyrəşməyir. Hə, adam mənim üçün bu rahatdır çünki mənim köhnə maşınımda bu cür idi deyə. Mənə rahatdır bu. Bundan heç bir şey yoxdur. Yəni narahatçılığım yoxdur. Bir dönmə bucaqlarıdır. Yəni sağa sola Dönmə çubuğu ordadır o heç. Sonra bir də su vurmaq. Bu da fizikidir. Yəni bu düymə. Hə, o aydın məsələdir. Düymənin dibinə qədər basanda artıq su da vurur. Burada təzə yuzdurmuşam deyə vurmuram. Sonra siqnaldır, səs verməkdir fiziki olaraq, bunlar fiziki olaraqdır. Şüşə qaldırıb yendirməklərdir fiziki olaraqdır. Sos və belə deyək, avarika deyirik. Qaza işığı. Qaza işığı. Sos yəqin ki işləmir bizdə. Sos heç basmamışam, yəni bilmirəm. Çünki sos qoşulmalıdır fövqəldəyə. Fövqəldəyə də bizdə belə bir funksiya yoxdur. Qazan işığı məncə çox uğursuz yerdədir. Mən sizə deyim Çox narahat ki, yer. güya Niyə? Mercedesdə Yaxşıdır. bugünkü günü çox uğurlu yerdir. Yox, məndə də cipdə elə yerdədir ki, onu mən tapana qədər elə bu burada daha yaxşıdır. Mercedesdə də deyək ki, Normal maşınlar 212-də, 213-də, sonra 205 quzalarda da qəza. Yox, çox rahat, dərhal verirsən və salam. Bir də var ki orada. Yox, Sizin bu əlin çox altında rahat. olmalı deyilmi qazan işığı əslində? Burada misal üçün ən xoşlamadığım funksiyalardan biri də bax budur. O nədir? Bu kompromatdır da başdan ayağa. Ha. Başdan ayağa kompromat. Sən nədən qorxursan ki? Heç nədən qorxmuram, ümumiyyətlə deyirəm. Yəni sevmirəm də bunu. Başa düşdün nə demək? Ona görə bağlamısan üstünü. Yox, ümumiyyətlə mən bağlayıram. Səs yazır. Səs də yazır, ha deyəsən, səs də. Söndürə bilərsən təbii ki. Zaten bunu bağladınsa sönür. Hə, əslində yaxşıdır. Çünki adam var ki, onu gedib əlavə pul verir, bunun ən qoşdurur. gözəl funksiyalarından biri bu kamera, təhlükəsiz kamera məsələləridir. Deyək ki, tam sən artıq hər nə olursa, sən sürüş zamanı bu istifadə edirsən və Həm çəkir, səndə yaddaşda qalır. çəkir, yaddaşda qalır, alboma girirsən. Həm də istəyəndə sağı solvu daha belə. Hardan istəmirsən, bax burada emergency video deyilən bir videolar var ki, bunlar harda təhlükəli momentlər olubsa, məsələn, kəskin tormozlamada bunu özü zaten götürür onu. emergency video kimi çəkir, atır, saxlayır onu. Sonra sən bunu silə də bilirsən, şey də eləyə bilirsən. Yəni belə deyək də, silib yığışdırmaq olur, udalit eləmək olur, problemli bir şeydir, amma bu çox yaxşı bir şeydir. Niyə görə? Çünki şəhərdə bilirsiniz də, elə sürücülərimiz var ki, onlara taksirləri olsa belə heç sübut eləmək mümkün deyil. Piyada var özün gətirib batır maşının üstünə. Ay məsələn. ölənlərə, piyada var misal atır özün. Sən bax belə hallarda bu ilə video çəkirsən, sübut edirsən ki, a qardaş, mən deyirəm də taksirkar budur. Yəni belə üstünlükləri çoxdur. Həqiqətən, yəni üstün cəhətləri avtomobil. Yəni bunu ona görə texnoloji həll deyirlər də. Yəni Çin texnoloji həllə bu maşınları satır. Yəni, Başqa cür sata bilməz. Yəni bildiniz. Bax məsələn bu getdiyin videolarda məsələn gün ərzində haralara getmisən, nə etmisən, bütün hamısı videolar burada var. Hardan getmisən, hara gəlmisən, yəni hər hansı Hətta mən onu məsələn əlavə video registrator quraşdırmışam. Hə, amma bunda ehtiyac yoxdur çünki 360 kamerada hər tərəfdən çəkir və sənin heç bir problemin yoxdur bu barədə. Və rahatdır, bu barədə rahatdır yəni. O baxımdan razıyam, amma yenə deyirəm, bunu bu təhlükəsizlik baxımından düzgün sayılmır. Monitorda sabahları bir şey oldu, qırıldı, nəsə oldu və Allah uzaq eləsin. Yəqin ki, ən çox xərc burada, yəni səni qorxudan nədir, yəni nəyi Allah eləməsin. Yox, ümumiyyətlə bugünkü bazar bundan bəhs edir ki, Renaultlar gələndə də yadıma gəlir belə idi, fantastik qiymətləri idi, ihtiyac hissələri. Vaxt keçdikcə və rəqabət artdıqca qiymətlər stabilləşdi. İndi burada da belədir. Yəni artıq rəqabət bu Çanqan avtomobillərin ehtiyac hissələrinə görə böyüyür. Çox adam gətirir ki, yəni ehtiyac hissəsi olsun, ikinci əl ehtiyac hissəsinə söhbət. Hə də, çünki tələbat var da, yəni maşın satılıbsa. Dediyimiz ölüxana. Qiymətlər hələ ki bir balaca mənə görə yüksəkdir. Amma düşünürəm ki, bir müddət sonra... Amma var da, əsas odur. Var. Bəziləri var ki, yoxdur da. Məsələn, cili problemdir, yoxdur zapçasıdır, deyək ki. Amma Çanqandır, BYD-dir,
Bunlar çoxdur. BYD hətta təzə maşınları söküb edirlər. Çünki Hə, o da hər modelinə aid deyil. Söhbət Destroy 05-dən gedir də BYD. Hə, Destroyer-ım var. Destroy Gimplis onun 05. taydı var. Sonra 207-nin ehtiyac hissəsi boldur. Unize boldur. CS55 var. Yəni ehtiyac hissəsi bir dəqiqə mən qorxmuram ehtiyac hissəsindən çünki var açığı. Bunun ən böyük problemi məhz Q7-nin ən böyük problemi nədir? Q7-nin bir balaca Tesla'ya oxşadıblar. Yəni bütün idarə etmə, deyək ki, funksiya proqramlaşma baxımından sən birbaşa zavoda bağlanmalısan. Onu deyirəm. İndi mən tutaq ki, qoşulmaq istəmirəm o update-lərə. Nə olacaq? Qoşulma, bağla, qutarsın, köhnə necə varsa elə də istifadə edirsən. Yəni maşın amma bəlli bir vaxtdan sonra deyəcək ki, bu variantı keçməmisən, ümumiyyətlə maşını bloklayıram, sürə bilmərsən. Çanqan Lidə o funksiyalar, Lidə o qorxu var idi əslində qalan. Amma Çanqanda hələ ki elə bir qorxu mən görməmişəm. Yəni bu maşın sənin deyil də. Zaten, yox, yəni ümumi götürəndə. Mənim maşınım mənimdir. Mənim maşınımı bu dəqiqə Jeep şirkəti bilmir ki, mənim maşınım hardadır və nə edirlər onu. Mən də bilmirlər. Mən də Amma bağlamışam, qurtardım. Sən hər şeyi bilirlər, update-ə girəndə sənin bütün informasiyan gedir və İnternetə girməsin. girməlisən də. Yəni mən smartfon necədir onun kimi də. Yəni bu maşın sənin deyil də. Sabahları oradan bir dənə Çinin beyni çöndü, dedi ki, bloklayın bütün maşınları. Güyəm sənin telefonun sabah beyni çöndü, bloklasan olacaq. Telefonu bildim, amma telefon, yəni mən söhbət avtomobildən gedir də. Məsələ ondan ibarətdir daha ki, Rayef, məsələ ondan ibarətdir ki, yeni texnologiyalar gələndə zaten sən asılısan. ona görə də mən o şeyləri görüb keçmək istəmirəm. Misal, sən indi deyək ki, nədən asılı olmalı? Mən misal üçün bu dəqiqə Çindən nə barədə asılı ola bilərəm ki, heç cür. Yəni asılılıq o deyirəm də istəsələr əgər lazım olsa, necə ki misal üçün İsrail pagerlə vurdu, partlatdı, nə qədər adam öldürdü. Nə bilim, telefon təbii ki də indi onda telefon smartfonları, ona görə bəzi adamlar var ki, hələ də klassik köhnə avtomobillər telefon işlədirlər ki, təhlükəsizlik baxımından o daha uyğundur. Bu da elə də sabahları qardaş misal üçün deyirəm də elə belə istənilən bir ölkədə deyək ki də sabahları Çin istənilən bir ölkədə nəsə eləmək istəyir. Eləyə bilər. Hoys ol. Oradan 2 dənə düyməni vuracaq. Amma Əlövsət evdə yatıb bu maşını çıxacaq yolda gedib dağılacaq şəhər. Yox, yolda gedib çıxa bilməz. Niyə gedib Amma çıxamır ki? şəbəkə olmayandan sonra necə gedib çıxacaq? Elə eləyəcəklər ki, artıq GPS-lə zadla getsin. Yox, interneti bağlayandan sonra sən lap şeyə döndüysən məsələn, o bir dənə türk komiki var, aktyor, stand-upçı Cem Yılmaz deyir, səni izliyorlar. Əskalı boru, nə bilim, 8. Arab kim mən axtarım. Sən kim, mən kim? Kimin? Yox, yəni mən istəyirəm ki, əzizim, mən bu avtomobili almışamsa, mən istəyirəm bilim ki, bu mənimdir də. Yəni bu avtomobil mənimdir. Nə istəyirəm, sökürəm, qururam, düzəldirəm. Bu sənin deyil. Sən prosta bunun elə bir ki, şeysən, o icarəçisən sən burada. Oturmusan, icarə, yəni arendatorsan. İcarədarsan. Nə barədə? İcarəçisən də, yəni maşını götürmüsən, sən bunun sürücüsüsən. Maşın sənin deyil. Sən sürücüsən. Yəni sən deyirsən ki, sabahlarım Çində nəsə istəsə, nə edə bilər ki bunu? Ya sabah deyəcək ki, falan şey pulludur, qiymətini də qaldırdım, elədim $1000. Tamam da sən yeni nəsil avtomobil alıb cip olsun. Orada bəyəm o funksiyalar Yoxdur orada bir şey. Baxmısan? Ha, baxmışam. Heç nə yoxdur. Elə həminki şeydir. Traktordur da ona görə. Ha da. Yeni deyil işin yox. Hay sağ ol. Sürdüm da. Sürürəm də. Çin maşınları sürənlərdən nə istəyirsən? İstəmirəm. Yəni demək istəyirəm ki, məsələn mən bu şeylərdən narahat olan adamam, məsələn. Əslinə qalanda mən bu barədə çox da zarafat proqramı, mən bu barədə çox dərindən fikirləşmişəm və o nəticəyə gəlmişəm ki, bəli, lazım deyil. yox, emin düşdü, əsla fikirləşmək lazımdır, həyatı yaşa. Mən də gözləyirdim ki, indicə satıram bunu zat belə. Yox, satıb zad eləmirəm. Satmırsan? Satıb nə alacam, qardaş? Sat, göt, qəşəng bir Ben dənə onu leş zilini RAV4-dən. Onda gəlirsən sponsorlarına müraciət edəsən ki, bir baxım görün. Niyə satırsan da? Satıram. Gəl bunu sataq sənin üçün. Sataq nə alaq? Al da elə maşınlar ki, sənin olsun. Şey, RAV4 alım. Al misal üçün Honda. Honda nə? Honda CR-V. Yox, avtomobilin doğrudan da funksionallığı həddindən artıq çoxdur. O şüşədir. Qapını açmasın. Bu açıq. Yox, bu şey bunun düyməsi. Bu burada sağdadır. Orta düyməni bir dənə bas. Ortada bir dənə yumru düymə var. O düyməni yanına. Bu otur. Ha, gördüm. Onu bas. Ha, bunu Masajör başladı. hə. Şimdi yanında bir düyməsi var. Onu da bassan keçəcək şeydir. Ha, bu masaj xoşuma gəldi. Masaj qəşəng şeydir, rahat bir şeydir. Əla masaj. Hiss edirsən mənə masaj edirlər. Yox. Hiss eləmirsən. Daha onun nə ləzzəti var? Nə, sən onu necə hiss Sən ki hiss eləmədin. Bu saat mənə masaj edirlər uşaqlar. Bax, misal üçün, bu uçan xalça rejimi var burada. Mən onu da çox xoşlayıram. Nə deməkdir o uçan xalça rejimi Yəni bayaqdan? avtomobilin amortizasiya məsələsini, haradaydı o?
Amma bir dənə bunun bu temaları var da belə fırlat. Babudur görsən avtomobilin nə qədər dərəcədə amortizasiyası nə qədər yola düşür, belə deyək, yükü, udarı da, nə qədərsə avtomobilə düşür, faiz nisbətində bu göstərir bunu. Sən neçə müddətən bir cərəyana qoyursan? Mən belə deyək də, mən hər dəfə işə gedəndə taxıram cərəyana. Hər gün. Hər gün. Hər gün yox, yalan deyirəm, hər gün yox. Yəni o 20-80 batareyanın ömrü. 80 faizə qədər, 90 faizə. Zaten avtomobil özü sənə deyir ki, 100% lazım olanda, sənə deyir ki, 100% sən bu avtomobili zərərətlik eləməlisən. Çünki arada lazım olur. Arada lazım olur və arada göstərir ki... Adam var ümumiyyətlə qoymur, ancaq mühərrik benzinlə sürür. Yox, o ziyanlı deyirlər. Ziyanlıqdan da əlavə, baxın, gəl mən sizə lap bunun dərinliyini deyim. Bu mühərrik ki var ha, bu bildiyimiz lor dilənsin, bu divizokdur. Bu mühərrik deyil, əslinə qalanda bu. Bu ancaq elə bir ki, batareyanın... Bəli, bu bildiyimiz mühərrik deyil, mühərrik olmağına biraz düzgün anlamazlar dinləyicilərimiz də. Bu mühərrikdir, amma... Sadəcə batareya xidmət edən bir köməkçidir. Bəli, bu sadəcə batareyanı dolduran, yəni reduktora güc verən, batareyanı dolduran divizokdur. Və bunun başqa bir funksiyası yoxdur. Yəni sən daxili yanma rejiminə keçib sürəndə? Bəli, mən daxili yanma rejiminə keçəndə belə... O olur mühərrikdə, yox? Mühərrik olur, bax. Batareya tam öldü. Batareyanı tam öldürməyə mümkün deyil. Niyə? Qoymur öldürməyə batareyanı tam. İcazə yoxdur. Yanacağın hesabına. Yanacağın hesabına qayıt. Əgər ikisi də yoxdursa, ikisi də ölürsə, onda fatihə. Yəni sən istəyirsən ki, ancaq yanacaqla gedəsən batareyasız. Gedim də ancaq yanacaqdan. Burada bir neçə şey var ki, funksiya var ki, sən deməli, keçmək istəyirəm, belə deyək də, mühərrik rejiminə. Bax, gəldim buradan, bu rejimi bastım. Engine operation. İndi o altı mühərrik oldu da, divizok olmadı ki. Divizokdur. Niyə? Yenə batareyanı. Yenə batareyanı doldurur. Bax, fikir verir burada, bax, qoyun bu funksiyanı. Yəni sən yenə batareyanın gücünə gedirsən. Yenə də mən reduktorun gücünə gedirəm. Bax, fikir ver. Bu doldurdu reduktor batareyanı. Bax, sistem bundan ibarət. Görürsən, burada sənə əks elətdirir. Əgər mühərrik daxili yanma kimi, yəni işləsəydi, bu avtomobilə mən qaz verəndə bu mühərrik nə etməli idi? Dövrlər sayı qalxmalıdır. Amma görsən, üstü çıxmalı idi. Amma görsən, heç nə yoxdur. Sən indi qaz verirsən? Mən qaz verirəm, heç nə yoxdur. Çünki sən bu mühərriki idarə eləmirsən, bu öz həyatını yaşayır orada. Aydındır, nə demək istəyirəm? Ona görə... Bunun məsələn, bu hissəsini mən xoşlamıram. Onu düz deyirsən də. Onda həqiqətən bu divizokdur. Bu divizokdur, bu mühərrik deyil ki. Gözün düşdüyünü nə demək istəyirəm? Bu divizokdur, bu mühərrik deyil. Əslinə qalanda... Amma yağını dəyişdirirsən. Yağını dəyişdirirəm, çünki işləyir axı. Misal üçün, deyək ki, mən bunu hibrid rejimdən keçirmək istəyirəmsə, gəlirəm drive control moduna, deyək ki. Burada 3 variantımız var bizim. Ol, yarı, yəni elektrik, fuel priority. Buna qoyanda bu olur fuel priority. Yəni ancaq mən istifadə eləyirəm, yanacaqla istifadə edirəm. Yenə də divizokun istifadə olunur, amma yanacaqdan gedir. Olda isə özün nizamlayır, yarı belə, yarı belə. Olda özün nizamlayır. Burada bir də, amma sən bu maşını hibrid rejimə keçirmək istəsən, artıq bu düyməni basmalısan. O birisi variantda da hibrid rejimə keçirilir, amma 20-dən yuxarı qaldırmır. Yəni qoymur ki, ölsün. Hibrid rejimi artıq o deməkdir ki, hibrid rejimi artıq o deməkdir. Burada da sən bu batareykanın dolum funksionallığını özün idarə edirsən. Tamam, misal üçün, qoyduq 80% mənim üçün doldur batareykan. Mən gedə-gedə bu batareyka artıq hibrid rejimə gediyinə görə tap-taraf özü dolur. Rekuperasiyanın yəni, amma məsələ onunla ibarət ki, bu ilə də sən sürəndə benzin hərdən artıq çox işlədir. Yəni bunun bu xasiyyəti ona görə də... Sən indi benzini demək olar ki, çox... Yəni onsuz da az sürürsən, belə görürəm. Mən zaten az sürürəm, çox sürmürəm. Əslində bu elə belə qoy. Bu kimlər üçün ideal maşındır? Şəhər həyatı. Yəni rayon yoluna çıxan adam, ailə ilə həftədə bir rayona gedən üçün bu ideal sayılmır. Şəhərin içində hibrid rejim, qısa məsafələr, ailə filan, elə deməzdim. Əgər sən rayona... Benzin iyi gəlir amma. Sən nəyə gəlməlidir ki? Sən deyirsən ki, benzinlik heç nə yoxdur burada. Necə benzinlik yoxdur? Niyə benzin iyi gəlir ki? Kəfdədir, bəlkə mən xodlamıram o şeyi. Motoru xodlamıram, indi xodlamışam. Ola bilər də yandırır orada, maşındır, qızır. Yəni, çünki normalda, müasir maşınlarda belə şey olmur. Benzin açıqda axı pəncərələrinə görə, bağlı olanda iyi gəlməz. Sən bir də ekologiya postundan keç, yoxlatdır bunu. Baş üstə. Gör nə qədər çıxır. Hiss edirəm ki, sən CO2 miqdarın çoxdur. Sən o haramla hiss edirsən? Mən super həssas adamam. Yəni, qoxudan hiss edirəm ki, burada hava çəklidir.
bəlkə sən Ciddi durduğun deyirəm. yerin havası çəkilidir. Yox, bayaqdan oturmuşuq gül kimi hava var. İndi Yaxşı, sən bunu söndürürəm işə mən saldın, əməlli şey oldu, zəhərləndi. Yox, indi o birinci dəfədir xodlanır 2 həftə ərzində bu normal haldır. Yəni mən bundan çox Maşına istifadə qədər edirəm. benzin siz işlədib ki, maşın özü benzinliyini verir ki, biraz özü Mən deyil. benzin, səmimi etiraf edirəm, mən benzinlə tökdüyümə vaxt yadımdan çıxmaz. Saxlayıram benzinlə ki, yəni birdən nəsə olar, benzindən istifadə edirəm. Yəni bütün günü tokla istifadə Maşın edirəm. sevincək olub ki, Söndürdüm. mənim benzinlə işlədirlər. Yəni ha iyi gəldi də bəli. İndi çöllə bağlı dediyim kimi burada indi o dərisi, bilmirəm nəyi, nəyi bunlar bizə çox adam bilir deyə bunlar bizə çox maraqlı deyil, amma əsas məsələ Əlövsət usta ilə daha çox bunun çox adam danışmadığı detallarından danışmaq istəyirik. Bunları qeyd elədim artıq. Çöl tərəfdən də sənin istifadə etdiyin bir şey varmı? Nə bilim, Wi-Fi, Çöl o bu. tərəfdən biz əslində qalanda bu maşının onsuz zaten xüsusiyyətləri, modifikasiyaları, funksiyaları barədə çox adam çəkilişlər edir. Bəli. Onsuz da Biz- ilkin məlumatlar da bunlar verilir Bəli, də. biz əslində qalanda bu maşının mənfi tərəflərini götürürük ki, bir sürücü bilsin ki, bunun mənfi tərəfləri nədir. Bəli. Çünki yaxşı olan tərəf yenə də yaxşıdır da, nə dəxli var ki? Hə, yəni onsuz da elə Hə. əsas təqdimatda onunla satırlar. Biz də Bəli. əsas o tərəfini Biz deyirik ki, mənfilərini danışırıq ki, yəni bir təcrübəli sürücü olaraq 9 ay maşını idarə elədiyim bir insan olaraq bunun mənfi tərəflərini, xoşuma gəlməyən tərəfləri, subyektiv fikirlər var. Məsələn, bu nədir həyatla bax burada bağlı. nədir bu? Bu gözəllikdir, başqa bir şey yoxdur dekorda. Amma bu olan bu belə Wi-Fi. deyək, Wi-Fi işarəsi nədir? Aşağının hava axını üçün, aerodinamika üçün. Yalançı olaram. Əslində de burada hava şeyi var. Ya zarafat bir qədər bu aerodinamika üçündür. Hava axınını tənzimləyir, amma dərinliyi nədir? Heç onu araşdırmamışam. Yalan. Wi-Fi nədir? Wi-Fi. Wi-Fi deyil, bu sadəcə NFC kartlardır, yəni NFC rejimdir. Telefonlarda olduğunu bildiyimiz NFC rejim kimi. Səndə Yəni də sən- həm açar, həm kart Bəli, yoxsa? məndə həm bu Flagship Plus-un özəlliyi ondan ibarətdir ki, Honorlardan fərqli olaraq bunlarda həm açar olur, həm üstündə kart gəlir. Aha. Yəni sadəcə o yəni açarı itirdinsə, kartdan idarə eləyə bilərsən. Misal, əgər sənin akkauntun varsa, deyək ki, akkaunt açdırmısansa, Master account. master Sən akkaunt eləməmisən açdırmısan. Mən hələ ki eləmişəm, əslində qalanda bir şey lazımdır. Yəni gərək o da bir problemə çevrilib. Çünki bu maşınlar öz adımıza gəlmir. Çinli Çin nömrəsi alırsan oradan. Yəni o da Hə. o Çin nömrə akkauntum var, almışam nömrəni. Sadəcə belə deyək də avtomobilin VIN kodunu zavodla əlaqələndirmək lazımdır. O da bir xüsusi prosesdir. Və sənə indi o lazım deyil. Mən şəxsən bugünkü günə akkaunt lazımdır. Akkauntda olan funksiyalar bir neçə dənədir. Deyək ki, yəni prilojenində var mən, tətbiqim var, amma bir neçə dənədir. Deyək ki, telefon maşınla qapını açmaq, bağlamaq, deyək avtomobili qabağa vermək, söndürmək, yandırmaq, qabağa Uzaqdan vermək. isitmə, işə Nəsə salıb belə falan bir şeylər var orada. Hə. Yəni onun dərinliyindən heç xəbərim yoxdur. Maraqlı da olmur mənə. Amma bu NFC bilirəm ki, misal açar işləməyəndə kartla gəlib yaxınlaşıb aça bilərsən. Ən böyük mənfi cəhəti nədir? Mən sənə deyim Raqib, öz işimə aid. Birincisi çox-çox təşəkkür eləyirəm ki, bu cür avtomobili buraxıblar. Çörəkdir. Çörəkdir. Ay sağ ol. Qapı Bax, pilisos. Qapı O da pilisos. yazmışlar toz sonra. Qapı əslində qədər davodçik deyirlər. Yəni pilisos demək Prisos. olar. Amma pilisos Bu zavod bu sözə gələn deyil. düzgün deyil. Yox, bu zavod deyil, amma zavod zamoklarını mən ustanovka eləmişəm bura və bunları eləyirik də, yəni kim Yəni qapını çırpmırsan, normal özü onu bunları kim istəsə eləyirik, gəlsinlər, yaxınlaşsınlar, həll eləyərik. Ən böyük xoşlamadığım mənfi xüsusiyyət nədən ibarətdir? Deyək ki, sən yolda daha doğrusu gəldin. Açarın batareykası xarab oldu və akkauntun yoxdur. aha, Sən nə olursan? qalırsan yolda. Qalarsan küçənin ortasında. Çünki Yəni bizdən məsəl üçün ənənəvi maşınlarda açarı taxdın, burdun, bəli. yoxdur. Bunda yoxdur. Yoxdur. Bax misal, mən görsən, misal Unizedə var, CS55-də var. Bunda niyə yoxdur ki? Tutamıram məntiqi. Bilsəm, amma Allah balalarını saxlasın. Hə, ki çörəkdir. Sabah sən yəni- gəlir Əlövsət usta, qalmışam Şamaxı yolunda. Gəl Tam bir dənə. səmimi deyirəm. Mən yəni buna hər adam risk eləyib bu qapını aça bilmir. Aydın məsələdir. Niyə aça bilmir? Çünki bunun çərçivəsi yoxdur. Bunu düzgün açmadınsa, bu şüşə çilik-çilik olur, qalır əlində. Sadəcə biz bilirik. Və sən bunu təbii ki, artıq o birisi maşına kimi 100 manata yox, bəlkə də bir 300 Yox. Hayır, standart qiyməti 50 manatdır. Şəhər içində 50 manata gəlir. Doğrudan. 50-60 baxırdın də. onda əməli başlı insafa gəlmisən. Məsafələrdən, yox, insaf dedəm ki, insaf olmuşuq da. Səninlə tanış olandan sonra bir balaca yolumuz azdıq. Sonra dedi ki, yox, olmaz belə. Hər şeyin yolu var. Yəni ya standartdır, 50-60 məsafədən asılı olaraq da təbii olaraq. Ha bunun məsəl üçün ən böyük mənim xoşlamadığım cəhəti budur ki, açar yeri yoxdur.
Sevmirəm. Və bunların daha çox mənfilərini dedik. Biz bu mənfilərdən danışırıq. Hə, indi aydındır Müsbəti hamı ki, danışır, hətta o deyilən şeyləri hamı bilir ki, bu maşında bu var, buna görə alıram, amma bunu da nəzərə alın. İndi yaxşılı, pisdir, Əlövsət usta həm də sağ olsun ki, sürücüsü olaraq. Çünki biz deyirik ki, belə maşınları ya kim satıb onu danışdırasan. Çünki o kimin özündədirsə o qorxudan danışmır da ki, birdən əlimdə qalar, satan mənəm Yox, falan. niyə əlimdə qalır? Hər Hə. bir keçəlin bir alıcısı var. Hə, Bunun nə dəxli var? amma Əlövsət usta sağ olsun ki, bizə geniş məlumatları verdi. Qalanı da qalır sizin ixtiyarınızdadır, video şərhlərinizdə bildirərsiniz. Sağ ol, xeyirli olsun. Sağ olun, çox sağ olun. Görüşərik. Təşəkkür.